Doktor, kardioloji xəstəliklərin diaqnostikası necə aparılır? Ümumiyyətlə, bunu qeyd etmək istərdim ki, hal-hazırda müasir tibbin imkanları kardioloji xəstəliklərin tam demək olar ki, 100% diaqnostikasını təmin etməyə imkan yaradır. Kardioloji diaqnostika, elektrokardiogramma, ekokardiografiya aparatı, yük sınağı, stres test, treadmill testi deyimiz müayinə, digər echo ilə yük sınaqları, Holter monitor 24 saatlıq və yaxud da 48 saatlıq ürəyin ritminin monitoru, ümumi check-upda, yəni ilkin müraciətdə çox rahatlıqla hər bir insana screening müayinə metodları kimi istifadə oluna bilir və xəstəliklərin əsasən çox böyük bir hissəsi bu sadə diaqnostikadan sonra ya təsdiq olunur, ya təqzim edilir. Daha irəli müayinə metodları var. Kardiyak KT, invaziv müdaxilə metodları var, ürək damarının yoxlaması, koronar angiografiya, damar daxili vizualizasiyalar var. Kardiologiyanın diaqnostika imkanları çox genişdir və demək olar ki, xəstəliklərin tam 100%-ına vaxtında uyğun, düzgün diaqnoz qoymaq müasir avadanlıqlarla, müasir tibbdə lazım mütəxəssislər tərəfindən eləmək çox rahatdır. Burada problem o diaqnostikanın hansı mərhələdə aparılması və nə qədər erkən mərhələdə xəstəlik tapılsa, bir o qədər onun müalicəsi daha rahatdır, daha müalicəyə tabe olandır və daha risksiz xəstələri müalicə etmək mümkündür.